Aynur Rəhimova, Səbrabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin direktoru. Məktəbimiz 1967-ci ildən ilk dəfə olaraq tarix ixtisası üzrə açılmışdır. Daha sonra fortepiano ixtisası üzrə. İndi hal-hazırda məktəbimizdə 8 ixtisas üzrə tədris aparılır ki, məktəbimizdə 273 nəfər ödənişsiz, 8 nəfər də ödənişli əsaslarla təhsil alırlar. Məktəbimizin nailiyyətləri də əlbəttə ki vardır. 2023-cü ildə keçirilən 6-cı Uşaq Muğam Festivalında məktəbimizin şagirdi Ağazadə Əli, müəllimi Səmədov Səməd birinci yerə layiq görülmüşdür. Qavaldaş müsabiqəsində məktəbimizin şagirdi Məmmədzadə Dilqəm üçüncü yerə layiq görülmüşdür. 2024-cü ildə keçirilən birinci Uşaq İncəsənət Festivalında deməli 9-12 yaş aralıq deməli qarmon ixtisası üzrə məktəbimizin şagirdi Müsahib Eynullah üçüncü yerə layiq görülmüşdür. Hər il məktəbimizdən müxtəlif ixtisaslar üzrə şagirdlərimiz orta ixtisas musiqi təhsil ocaqlarına qəbul olurlar. İndi hal-hazırda 2-ci Uşaq İncəsənət Festivalı birinci seçim turları keçirilir ki, orada da məktəbimizin şagirdləri fəal iştirak edirlər.